Konuşma galiba. Sizi de kanınıza benim. Babamı öldürmek istedim. Vallahi görürüm. Farsda seçilmiş kaç kadın? Şartlarda 5 bin dolarlık alırsan. 2024-cü il noyabrın 16-sında Nizami rayonu 25-ci polis şöbəsinə inzibati ərazidə kütləvi dava baş verməsi və bir nəfərin bıçaqlanması barədə məlumat daxil olub. Hadisə yerinə baxış keçirilərkən küçədə üzərində bıçaq yarası ilə 1995-ci il təvəllüdlü Ümid Soltanovun meyidi aşkar edilib. Həmin gecə könüllü şöbəyə gələn Füzuli rayon sakini 2007-ci il təvəllüdlü Həsən Kazımov dava zamanı tanımadığı şəxsi bıçaqladığını etiraf edib. 2024-cü il noyabrın 16-sında Nizami rayonu 25-ci polis şöbəsinin raportuna əsasən Özbəkistan küçəsi 1 ünvanında supermarketin qarşısında münaqişəli olması və bir nəfərin bıçaqlanması barədə məlumat daxil olub. Baxış keçirilməsi protokolundan görünüb ki, hadisə kafenin qarşısındakı yolda baş verib. Üzərində bıçaq xəsarəti ilə 1995-ci il təvəllüdlü Ümid Soltanovun meyidi aşkar edilib. Şöbəyə könüllü gələn 2007-ci il təvəllüdlü Həsən Kazımov təxminən 1 saat əvvəl tanımadığı şəxsi bıçaqlaması haqqında məlumat verib. Növbətçiyə üzərində gəzdirdiyi 2 ədəd bıçağı və mobil telefonunu təqdim edib. Akula yazılmış, açılıb qatlanan o bıçağı ilə Ümid Soltanova xəsarət yetirdiyini bildirib. Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Ümid Soltanovun ölümünə aortanın zədələnməsi və sol boşluğun hematoması ilə müşahidə olunan kəskin qan itirmə səbəb olub. İstintaqla müəyyən edilib ki, noyabrın 16-sı saat 22:30-da Həsən Kazımov Özbəkistan küçəsi 1 ünvanında yerləşən kafeyə daxil olmaq istəyərkən obyektin qarşısında dayanmış Ümid Soltanov, Adil İsmailov və qeyriləri öz aralarında nalayiq ifadələr işlətib, yüksək səslə danışdıqlarına görə onlara iradını bildirib. Yaranmış mübahisə zamanı Kazımov Adil İsmailovun üzünə yumruqla zərbələr vurub. Qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək Ümid Soltanovla əlbəyaxa olub və üzərindəki bıçaqla qarın nahiyəsinə var gücü ilə zərbə indirib. Bu hərəkəti ilə Həsən Kazımov zərər çəkmişi qəsdən öldürüb. Məhkəmə iclasında Həsən Kazımov ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, valideynləri, qardaşı və bacısı ilə birlikdə yaşayıb. 9-cu sinifə kimi Nizami rayonunda yerləşən 12 nömrəli orta məktəbdə oxuyub. 2021-ci ildə 13 nömrəli Bakı Kompüter Peşə Liseyinə qəbul olunub. Hadisə baş verən zaman liseyin 3-cü kurs tələbəsi olub. 10 yaşından qaydasız döyüşlə məşğul olub. Əvvəllər məhkum olunmayıb. Barəsində polis və ya başqa orqanda araşdırma aparılmayıb. Narkotik maddələr qəbul etmir. Noyabrın 16-sı saat 23 radələrində Rəvan, Feyyaz və Emil adlı dostları ilə marketdən qazlı içki aldıqdan sonra kafeyə doğru gediblər. Obyektin qarşısında 7-8 nəfər nalayiq ifadələr işlədərək ucadan danışıblar. Onlara bura yaşayış yeridir, söyüş söymək olmaz deyib irad bildirib. Sonradan tanıdığı Adil İsmailov üzərinə gəlib nə demək istədiyini soruşub və dərhal yumruqla baş nahiyəsinə zərbə vurub. O zərbənin təsirindən yerə yıxılmayıb. Ardınca digər şəxslər də üzərinə gəlib onu döyməyə başlayıblar. O qədər zərbə alıb ki, başını qaldırmağa halı olmayıb. Özünü qorumasa ölə biləcəyini düşünüb. Buna görə gödəkçəsinin sağ cibindən bıçağı çıxararaq Ümid Soltanovun qarın nahiyəsinə bir dəfə zərbə vurub. Onları ayırmağa çalışanlar onun bıçaq çıxardığını gördükdən sonra nisbətən aralanıblar. Dava zamanı dostlarının nə etdiklərini görməyib. Bıçağı cibinə qoyub arxa məhəllə tərəfə qaçıb. Tanışı Rəşid Süleymanovun evinə gedib. Sonra dostları da ora gəlib. Evdə hadisəni ailə üzvlərinə danışıb. Onlarla vidalaşdıqdan sonra könüllü şöbəyə gedib. Onu ilk vuran şəxsin kim olduğunu bilməyib. Sonradan polislərdən öyrənib ki, onu Adil İsmailov vurub. Davanın səbəbkarı məhz həmin şəxs olub.
İstintaq dövründə verdiyi ilkin ifadəsini təsdiq etmir. Vurduğu bıçaq zərbəsindən Ümidin ölə biləcəyini düşünməyib. Onlar mənə qəsdən ilişiblər. Söyüş-söyüklər, nalayıq ifadələr işlədiblər. Siz nə etmisiniz? Mən özümü müdafiə edərək onlarla əlbəyatta dava eləmişəm. Onlar 8 nəfər olmaqlarına baxmayaraq, onlar məndən yaşlı böyük olmaqlarına baxmayaraq, acımasız şəkildə mənə zərbələr ediblər. 8 nəfər onlar məni öldürmək istəyirlər. Mən özümü sadəcə müdafiə eləmişəm. Heç bir söyüşdə nalayıq ifadələr Şəxsə zərbə endirmişsiniz? Bəli. Özümü müdafiə eləmək üçün onun... Neçə dəfə bıçaq vurmusunuz? Bir dəfə. Bir dəfə. Bəli. Hansının ayəsindən vurmusunuz? Onun belə, mən bilmirdim, heç özümdə deyildim o hadisə vaxtı. Çünki başıma o qədər zərbələr dəymiş ki, huşumu itirmək məqamındaydı. Amma onlar məndən qat-qat yaşda üstün olaraq, gücdə qüvvətli üstün olaraq mənə 8 nəfər təşkil döyürlər. Yəni onlar mənə silmək istəyir, mən onları yox. Zərər çəkmiş şəxsin hüquqi varisi Hikmət Soltanov ifadəsində göstərib ki, oğlu Ümid Soltanov özəl şirkətdə lift mexaniki vəzifəsində işləyib. Digər oğlu Toğrulla birlikdə Yasamal rayonunda xarici dairəvi yol 8 ünvanında yaşayıb. Noyabrın 17-sində səhər ona xəbər veriblər ki, Ümid ötən gecə qətlə yetirilib. Sonradan bilib ki, oğlunu aralarında baş vermiş mübahisə zamanı Həsən Kazımov bıçaqlayaraq öldürüb. Təqsirləndirilən şəxs oğlunu həyatdan məhrum etməklə ailələrinə böyük zərbə vurub. Ümidin ölümündən sonra nənəsi komaya düşüb, arvadı isə şəkər xəstəliyinə tutulub. Zərərçəkin Şadil İsmailov bildirib ki, mərhum Ümid Soltanov onun iş yoldaşı olub. Noyabrın 16-sı saat 18 radələrində o, Namiq Məmmədov, Teyyub Mustafazadə, Ramil Heydərov, Ümid Soltanov və qardaşı Toğrul Soltanovla birlikdə 8-ci kilometr qəsəbəsində fəaliyyət göstərən kafedə yeyib içiblər. Sonra Özbəkistan küçəsində yerləşən hamama yollanıblar. Bir-iki saatdan sonra oradan çıxıb piyada Qaraqarayev metro stansiyasına doğru gediblər. Aralarında yalnız Teyyub içməyib. Bir-biri ilə nalayıq ifadələr işlətməklə zarafat ediblər. Ola bilər ki, içkili olduqlarından ucadan danışıblar. Qarşıdan 3-4 nəfər yeniyetmə gəlib. Həsən Kazımov söyüş söyməyin, yaşayış yeridir deyə irad bildirəndə Teyyub ana dostlarını içkili olduqlarını və yola verməsini deyib. Amma o, özündən yaşca kiçik olan şəxsin ona irad bildirməsinə əsəbləşərək Həsənin üzərinə gedib və başına yüngül zərbə vurub. Cavab olaraq Həsən ona 2 dəfə yumruqla zərbə endirib. Teyyub araya girərək onları ayırmağa çalışdıqda Toğrulla Ümid yaxınlaşıblar. Toğrul Həsənlə və ya qeyrisi ilə əlbəyaxa olmayıb. Namiqlə birlikdə onu geriyə çəkib aparıblar. Ramil də var gücü ilə Ümidlə Həsəni ayırmaq istəyib. Toğrul qardaşımı vurdular deyə qışqırmağa başlayıb. Dərhal Həsən və yanında olan dostları hadisə yerindən qaçıblar. Təcili tibbi yardımın qaynar xəttinə zəng ediblər. Təcili yardım gələnədək Ümid artıq ölüb.
Adil İsmailov əlavə edib ki, Həsən Kazımovun yaşca balaca ola-ola ona irad bildirməsi acığına gəlib. Bu səbəbdən onu ərk edərək vurub. Məqsədi sonuncuya böyük kişi yerini bildirmək olub. Mübahisə təxminən 1 dəqiqə çəkib. O, Həsən və Ümiddən başqa heç kəs dalaşmayıb. Zərər çəkmiş təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Prokuror Həsən Kazımova 10 il cəza təyin edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili bildirib ki, Kazımovun əməlində xuliqanlıq niyyəti olmayıb. O baş vermiş dava zamanı özünü müdafiə edib. Onun bu sözləri mərhumun ailə üzvlərinin narazılığına səbəb olub. Həsən Kazımovun üzünə qarşı söyüş söyərək ona yaxınlaşan və Həsənin üzünə vurğuluq zərbəsi vuran zərərçəkmiş şəxs Adil İsmailov və onunla birlikdə olan digər şəxslər olmuşdur. Yalnız üzünə xəsarət yetirildikdən sonra həmin şəxsə qarşılıq verən Həsən bu dəfə onu birinci vuran Adil İsmailovun dostları tərəfindən döyməyə başlamışdır. Bu zaman Həsəni döyənlərdən Ümid Soltanov onun üzünə qarşı anasını söylediyi üçün və həmin şəxsə gücü çatmadığı üçün Həsən cibində olan bıçaqla zərərçəkmiş şəxsə bir zərbə endirmişdir. Bıçaqla Ümid Soltanova xəsarət yetirilmişdir. Həsən Kazımovun Ümid Soltanova öldürmək niyyəti olmamışdır. Nəzərə almaq lazımdır ki, qəsdən öldürmə təqsirkarın niyyəti qəsdən zərərçəkmiş həyatdan məhrum etməyə yönəldiyi halda Cinayət Məcəlləsi 126.3-cü maddəsi nəzarətinin əməldə ölümün baş verməsinə münasibətdə ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası, həyat üçün mühüm əhəmiyyət kəsb edən orqanlara xəsarət yetirilməsi və s. Həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonraki hərəkətləri nəzərə alınmalı. Vəki sən vaxtda ona görə istəyirdin burada, ya Allah palandan verməsən. Allah'ın olsun ya, balaları yoktu sen. Vicdan denen şey var, vicdan da yoktu. Adam bana bir çok söğüş söyleyeyim. Evet, diye ki 29 yaşında. Yanında yazmıyor ona. Aldığın O yaşına gelsin, o 20 yaşında olmuyor. Haram koşma. Hayır, ben onu güzel aldırdım, bu hepsini alacağım. Aldığın da haram koşma olsun, kanunlara verirsen okulu. Kanunlara verirsen, hesaba diyemeyiz. Sen bir şanlı olmadı falan diye söylerdim. Ben sana soğuk değil, don yudapalı köpek, məqsədlə. Bu boyunda da 6 bin yapan deyildi, nətər bu? Ona görə buradadır da, ona görə. Yox, hepsi nətər bu pasabalı var, o bəksə bak. Ya, vicdan yok, Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmənin diqqətinə çatdırıb ki, Həsən Kazımovun üzərində 2 bıçaq gəzdirməsi elə ona dəlalət edir ki, o əvvəldən qatil ruhunda böyüyüb, kriminal düşüncəyə köklənib. Ona və ailəsinə dərd yaşatdığına görə məhkəmədən Kazımova qanunla nəzərdə tutulmuş ən ağır həddə cəza verilməsini xahiş edib. Son söz söyləyən Həsən Kazımov bildirib ki, əməlindən peşmandır. İstəməzdi ki, Ümid Soltanov ölsün, nə onun, nə də mərhumun ailəsi gözü yaşlı qalsın. Mən elədiyim əməldə çox peşman oldum. Heç vaxt istəməzdim ki, onun həyatı son var. Belə bir hadisə olmanı istəməzdim. Onun ailəsində də üzüm deyirəm ki, oğlunuzu öldürmə məqsədim olmuyor. Heç biri düzdür. Qarşı tərəfim Möhtərəm olsun. Xahiş edirəm ki, mən... Sen bağışlamırım, karşı tarafa hiç ne deme. Yəni, mənim onu öldürmə məqsədim olmuyor. Məhkəmə qərar qəbulətəsi müşahid Təqsirləndirilən şəxs Kəsimov Həsən Zaharovun iştirakları ilə 8 iyul 2007-ci il tarixdə təcrübələrdən olmuş. Azərbaycan Respublikası vətəndaşı orta təhsilli subay əvvələ məhkum olmamış, işləməni təcrübələrinin Dilavarda kəndində dövlət olmalı Bakı şəhər Nizami rayonu Əliyev küçəsi 3 Nəcib 43-də yaşanmış, hazırda Gənclər xidməti vətəndaşına saxlanılan Kəsimov Həsən Zaharovun Cinayət Məcəlləsinin 122-221-228 bölümümüzün adında iddianaməsində baxaraq məhkəmə hökmü. Dövlət
ittihamçısı tərəfindən Cinayət Məcəlləsinin 228-4-cü maddədən imtina olunması qəbul olunsun. Kazımov Həsən Zahiroğlu Cinayət Məcəlləsinin 120.2.2 və 223-cü maddələrlə təqsirli bilinsin. Məhkəmə Həsən Kazımovun ifadəsini öz müdafiəsinə söykənən subyektiv mülahizəsi və cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş şəhdi kimi qiymətləndirib. Məhkəmə qənaətə gəlib ki, Kazımovun Cinayət Məcəlləsinin 120.2.2-ci xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və 221.3-cü xuliqanlıq silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi tam sübuta yetirilib. Odur ki, ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində Cinayət Məcəlləsinin 85-ci maddəsinə əsasən təyin olunan cəza müddəti 10 ildən artıq ola bilməz. 2025-ci il iyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Kazımov cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub. 2022-ci il avqustun 30-da 27-ci polis bölməsindən Yasamal rayon prokurorluğuna 1997-ci il təvəllüdlü Nuridə Əhədovanın 14 bıçaq yarası ilə özəl tibb mərkəzinə yerləşdirilməsi haqda məlumat daxil olub. İdarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşan Araz İsazadə yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb. Məlum olub ki, o özəl şirkətdə mühasib işləyir. Öldürmək istədiyi qadın isə arvadıdır. 2022-ci il avqustun 30-da Bəxtiyar Vahabzadə küçəsi 14 ünvanında Araz İsazadənin qısqancılıq zəminində 1997-ci il təvəllüdlü Nuridə Əhədovaya bıçaqla xəsarətlər yetirməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb. Anket məlumatlarına əsasən Araz İsazadə 1989-cu ildə Bakı şəhərində anadan olub. Əvvəllər məhkum olunmayıb, məhdud məsuliyyətli cəmiyyətdə mühasib vəzifəsində işləyib. İstintaqla müəyyən edilib ki, Araz İsazadə faktiki ər-arvad münasibətlərində yaşadığı Nuridə Əhədovanın 2022-ci ilin may ayından ona məlumat vermədən yaşadıkları evdən getməsi və bir daha geri qayıtmaması səbəbindən onu axtarıb. Avqust ayında qadının Yasamal rayonunda İnşaatçılar prospektində yerləşən tibb mərkəzində işlədiyini öyrənib. İşdən çıxıb piyada hərəkət etdiyini görüb, izləyərək onun Nəsimi rayonunda İzzət Həmidov küçəsi 18 ünvanında yaşadığını müəyyən edib. Münasibətlərinə aydınlıq gətirmək məqsədi ilə avqustun 30-u səhər saat 8:30-da idarə etdiyi Hyundai markalı avtomobillə tibb müəssisəsi ilə üzbəüz yerləşən Bəxtiyar Vahabzadə küçəsi 14 ünvanına gəlib, qadının işə gəlməsini gözləyib. Nuridə Əhədova həmin ərazidən keçəndə qarşısını kəsib, ondan evə qayıtmasını tələb edib. Sonuncu razılaşmayıb, etiraz etdikdə iradəsinə zidd olaraq Nuridə Əhədovanı zorla avtomobilin arxa oturacağına mindirərək oradan uzaqlaşmaq istəyib. Onunla mübahisə edən qadın hərəkətdə olan avtomobilin qapısını açıb, özünü asfalt örtüyün üzərinə atdığından qisas niyyəti ilə onu öldürmək qərarına gəlib. Daim maşının sürət qutusunun yanında saxladığı məişət təyinatlı bıçağı götürüb, yerdə yıxılmış vəziyyətdə qalan arvadının üzərinə çıxıb, yalvarışlarına, müqavimət göstərməsinə, habelə səsküyə toplaşan vətəndaşların müdaxiləsinə baxmayaraq, müstəsna dərəcədə rəhimsizliklə üzünə, boynuna, sinəsinə və qollarına ümumilikdə 14 dəfə zərbə indirib. Huşsuz vəziyyətdə olan Nuridə Əhədovanın öldüyünü zənn edərək avtomobilinə əyləşib hadisə yerindən qaçıb. Lakin yaralanan qadın işlədiyi tibb mərkəzinə çatdırılaraq həyatı xilas edildiyindən Araz İsazadə iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyib.
İş üzrə dindirilmiş Araz İsazadə bildirib ki, 2012-ci ildə dayısı qızı Türkanə İsazadə ilə evlənib. Nigahdan 2 övladları dünyaya gəlib. 2021-ci ilin iyul ayında boşanıblar. Avqustun 31-də dayısı nəvəsi Nuridə Əhədovanı yaşadığı Biləsuvar rayonundan qaçıraraq Bakı şəhərinə gətirib. Aralarında rəsmi nikah olmayıb, dini kəbin bağlanıb. 2022-ci il mayın 21-də səhər evdən çıxanda Nuridə normal qaydada sağollaşaraq onu işə yola salıb. Gün ərzində dəfələrlə zəng etsə də, onun nömrəsinə zəng çatmayıb. Axşam qaydanda Nuridənin evdə olmadığını, kağız parçasında yazılanları oxuduqda, qadının güya onun tərəfindən döyülməsi, habelə toy etməməsi səbəbindən ayrıldığını yazdığını görüb. Nuridəni axtarsa da tapa bilməyib. Avqustun 26-sında İnşaatçılar prospekti ilə avtomobili idarə edən zaman Nuridənin orada yerləşən tibb mərkəzindən çıxdığını görüb. Qadın metronun Elmlər Akademiyası stansiyasına girdiyi üçün maşını saxlayıb stansiyaya daxil olub. Nuridə 28 may stansiyasında platformadan çıxıb Azadlıq prospekti ilə Nəsimi rayon polis idarəsi istiqamətində gedib. Sonra hündür mərtəbəli yaşayış binasına daxil olub. Ayın 30-da səhər avtomobillə Nuridənin işlədiyi tibb müəssisəsinin qarşısına gəlib. Saat 9 radələrində avtomobilin sol yan güzgüsündən Nuridənin yanında bir nəfərlə metro tərəfdən gəldiyini görüb. Mühərriki işə salaraq maşından düşüb və hər iki əli ilə Nuridənin sağ qolundan tutub avtomobilə əyləşməsini deyib. Oğlandan kim olduğunu soruşduqda o özünü Nuridənin iş yoldaşı Həsən Şabanov kimi təqdim edib. Güc tətbiq edərək qadını avtomobilə mindirib, qapını örtüb, dərhal sükan arxasına əyləşib. Nuridə qışqırıb, biraz hərəkət edən kimi qapını açıb özünü çölə atıb. Avtomobili saxlayıb və əlində bıçaqla maşından düşüb. Nuridənin üzərinə çıxaraq bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Maşına oturaraq oradan uzaqlaşıb, amma bir qədər sonra yenidən hadisə yerinə qayıdıb. Nuridənin orada qalıb-qalmamasını bilmək istəyib. Nazım Hikmət küçəsində yol patrul xidmətinin əməkdaşları qarşısını kəsərək maşından çıxmasını tələb ediblər. Tabe olaraq avtomobildən düşüb. Onu 27-ci polis bölməsinə aparıblar. Zərər çəkmiş Nuridə Əhədova ifadəsində göstərib ki, qeyri-rəsmi yaşadığı Araz İsazadə narkotik vasitələr qəbul edib. Onu da məcbur edib ki, narkotik maddələr istifadə etsin. Buna etiraz etdikdə onu döyüb. Avqustun 30-da iş yerinə çatanda Araz qarşısına çıxaraq onu hədələyib, qolundan tutub sürüyərək maşına mindirib. Hərəkətdə olan avtomobildən özünü atandan sonra qaçıb, amma irəlidə dayanan avtomobilə deyib və yerə yıxılıb. Araz əlindəki bıçağı nümayiş etdirərək kimsə yaxın gəlsə onu vuracağını bildirib. Xəstəxanaya gec çatdırılsaydı, qan itirmədən ölə bilərdi. Məhkəmənin hazırlıq iclasında zərər çəkmiş bildirib ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü yalandan anlaqsız kimi göstərib, amma əslində o hər şeyi yaxşı başa düşür və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Rəhbər şəxsin nümayəndəsi. Hörmətli sədr, mən belə seçirəm ki, işin məhkəmə baxışına təyin edilməsi hələ tezdir. Çünki bizim vəsatətimiz var, o vəsatətimizi müzakirə olunsun, ondan sonra. Nə ilə əlaqədar bir vəsatətiniz? Vəsatətimiz onunla əlaqədardır ki, cinayət işi obyektiv araşdırılmayıb. Bizim birinci yasama rayon prokuroruna təqdim edildiğimiz faktlar üzrə araşdırma aparılmayıb, sənədlər toplanmayıb və o toplanmamış sənədlər əsasında da ekspertin rəyi obyektiv olunur. Ona görə belə hesab edilir ki, hal-hazırki vəziyyətdə cinayət işinin ekspert təyin edilməsi və işin obyektiv araşdırılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və iqtar araşdırılmaya qaytarılmalıdır. Həsən şəxs. İşin məhkəmə baxışına təyin edilib araşdıraq, yoxsa geri qaytaraq? Araşdır. Araşdıraq. Təqsirləndirilən şəxs zamanında dəfəli söhbət zamanı təyin edildi ki, o qanun müşahidəsi ilə gətirilməsi onun psixi vəziyyətini gərginləşdirir, emosional durumu artır, yəni problemlər ola bilər. Ona görə mümkünsə məhkəmə imkanı varsa, məhkəmə baxışı videokonferans vasitəsilə keçilməsi xahiş edir. Aydın oldu mu müdafiəçimizin vəsatəti? Möhtərəm hakim,
vəkillərim nə deyirsə onu nəzərə alın. Mən Yəni vəkil iclasına gəlib getmək Mənim istəyirsiniz? başım çıxır içindən. Video konferansına qoşmaq istəyirsiniz? Bilmirəm, necə məsələ. Bilmirsiniz, vəkillərinizdən razısınız. Digər məsələ ilə bağlı isə deyirəm ki, təsəvvürən şəxs müəyyən qədər belə deyək də hesab edirəm, o şəxsi fikrimi deyirəm, yəni cinayət prosesində iştirak edə bilir. Digər məsələ qalxarsa, nəsə bir şey olsa yenə də məsələ qayıdır. Gətirilməsi, aparılması da konvoyda aparıb gətirir, buradan transferdə bir problem. Zərərçəkmiş şəxs. Hörmətli sədr. Siz götürdüyünüz zərərçəkmiş şəxs ödəyə bilirsiniz? Mühtəram hakim, birinci sualınız mənə aid olmadığı üçün bəllidir, amma ki, bu anlamsız vəziyyəti yanlışdır. Yerindən istifadə qalsın, qarşı olur. O sizə aydındır. Müdafiəçi vəsadət verdi ki, təqsirləndirilən şəxs deyir ki, mən psixi vəziyyətimə təsir edir məhkəmə iclasına gəlib getmək, ona görə video konferansına qoşulmaq istəyir. Mən razı deyiləm, gəlib getməlidir. Gəlib getməli xahiş edir. Məhkəmənin baxış iclasında Araz İsazadə ifadə verməkdən imtina edib. Kompleks stasionar məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən Araz İsazadə cinayət əməlini törədən zaman travma mənşəli şəxsiyyət pozuntusu kimi xroniki xəstəlikdən əziyyət çəkib. Odur ki, onun əməli Cinayət Məcəlləsinin 21-ci anlaqsızlıq maddəsinin təsiri altına düşüb. Məhkəmə hesab edib ki, Araz İsazadənin Cinayət Məcəlləsinin 29-120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd və 29-144.1-ci adam oğurluğuna cəhd maddələrində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilib. Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən o cinayət məsuliyyətindən və cəzadan azad olunmalıdır. 2024-cü il martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Araz İsazadə cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cəzadan azad edilib. Onun barəsində bir saylı Respublika Psixiatriya Xəstəxanasında tibbi xarakterli məcburi tədbirlər təyin olunub. Hökm qanunu